Nəyə görə yeni ilə qoyduğumuz məqsədlər elə məqsəd kimi qalır? Hər yeni il yeni vədlər və məqsədlərlə başlayır. Bu artıq ənənədir. Bu il mən ingilis dilini öyrənəcəm. Terapiyaya başlayacağam. Səyahət eləyəcəm. Hər şey yüksək enerji və ilhamla başlayır. Amma sonra nəsə yolunda getmir. İlin sonunda bu qoyulmuş məqsədlər elə məqsəd kimi də qalır. Səyahət eləyənsə sadəcə elə bu məqsədlərdir. Köhnə ildən yeni ilə köç eləyirlər. Bəs məqsədləri reallaşdırmağa nə mane olur? Ən top səbəblərdən biri bu məqsədlərin insanın imkanlarını aşırı dərəcədə aşması və ya ümumiyyətlə onun həyat tərzinə uyğun gəlməməsidir. Heç ingilis dilini bilməyən və dilləri çətin öyrənən biri ingilis dilini bir ilə peşəkar səviyyədə öyrənmək istəyir. Nəticə olaraq heç öyrənmir və il boyunca ertələyir. Çünki bu məqsəd onun imkanlarını aşıb. Sahibkar bir ilə 50 kitab oxumaq istəyir və nəzərə almır ki, onun bir neçə biznesi, layihəsi və ailəsi var ki, ondan zaman ayırmasını istəyir. Beləliklə də mükəmməlliyətçilik onu ələ aldığı üçün istədiyi miqdarda kitab oxumur və özü ilə bağlı məyusluq yaşayır. Unutmayın, reallığınızı və real imkanlarınızı əks elətdirən məqsədlər ən reallaşan məqsədlərdir.